Bunun oxunuşunu bilirsənmi? Bunun oxunuşu canis familiaris deyil. Doğru oxunuş qaydası Latin dilində belədir. Canis familiaris. İkiqat adlandırmanı elmə ilk dəfə Karol Linné daxil etmişdir. Nə deməkdir ikiqat adlandırma? Növ iki söz ilə ifadə olunur. Məsələn, canis familiaris. Bu Latin dilindədir. Bizim dildə tərcüməsi ev iti deməkdir. Canis familiaris sözündə, yəni Latin dildə birinci gələn söz cinsi bildirir. Canis familiarisdə canis cinsdir. İkinci gələn söz təklikdə heç bir şey ifadə etmir. Yəni burada növ familiaris deyil. Növ iki sözlə ifadə olunmalıdır. Ona görə də canis familiaris bir arada növ olacaq. Yəni Latin dilində canis onun cinsini bildirir, canis familiaris bir yerdə növünü bildirir. Bəs bizim dildə vəziyyət necədir? Ev iti sözündə ikinci gələn söz, yəni it sözü onun cinsini bildirir. Birinci söz təklikdə heç bir məna kəsb etmir. Birinci və ikinci söz bir arada, yəni ev iti bir arada onun növünü bildirir. Yadınızda saxlayın, növ iki sözlə ifadə olunmalıdır. Elə isə bu aşağıdakı sözdə həm Latin dildə, həm bizim dilimizdə cins və növü rəy hissəsinə yazın.